Bugün umaç halvasının hazırlanmasını bölüşəcəm. Əvvəlcə iri bir qaba mən patmosdan istifadə etdim. 2 stəkan unu əliyərək əlavə edirəm. Yarım stəkan suyu videoda gördüyünüz qaydada yavaş-yavaş əlavə edirəm və əlim ilə umaclar hazırlayıram. Umacın hazır olub olmadığını bir qədər unu əlimə götürüb sıxıram. Əgər dağılmırsa artıq hazırdır deməkdir. Artıq umac hazır olduqdan sonra bu gördüyünüz umac əliyəndən keçirdirəm. Kimdə varsa istifadə edə bilər, yoxdursa adi aş sünnəndən də istifadə etmək olar. Hazır olan umacı yarım saat müddətinə qurumağa qoyuram. Və bu ərəfədə şərbəti hazır edirəm. Şərbət üçün qəzana 2 stəkan şəkər tozu, 1 stəkan su əlavə edib ocağın üzərinə qoyuram. Qaynara düşdükdən sonra üzərinə yarım çay qaşığı limon duzu əlavə edirəm. Halvanı hazırlamaq üçün əvvəlcə bişirəcəyim tavaya 300 qram kərə yağı əlavə edib əridirəm. Sonra üzərinə hazırladığım bütün umacı əlavə edirəm. Yaxşı qarışdırdıqdan sonra qazın üzərində tam qovrulana qədər qovururam. Və üzərinə yarım çay qaşığı sarı kök və bir qədər duz əlavə edib qarışdırıram. Umacın rəngi bir qədər qızılı rəngə çaldıqdan sonra ocağın üzərindən götürürəm və şərbəti umacın üzərinə əlavə edirəm. Bu arada hər ikisi də isti olmalıdır. Və nəmliyini götürüb bir qədər qatlaşmaq üçün qapağın üzərinə dəsmal keçirdib ağzını bağlayıram. Artıq hazırdır. O qədər ləzzətli halvam var. Mütləq hazırlayın. Arzulayın hər kəsə nuş olsun. Mənə abunə olmağı unutmayın.